Reallıq isə ondan ibarətdir ki, Ermənistan sülh sazişinin imzalanması və geosiyasi konjunkturun onun xeyrinə dəyişməsində bəzi qərb mərkəzlərinə böyük ümidlər bəsləyir. Minsk qrupunun ləğvinə güya ərazi itkisinə məruz qaldıqları səbəbindən razı olmayan ermənilər silahlanma yarışını da sürətlə davam etdirməyə çalışırlar. Lakin hər dəfə, hər məsələdə uğur qazana bilmirlər. Məsələn, Beynəlxalq Ədalət Məhkəməsi Ruben Vardanyan və digər 15 erməni əsilli şəxslə rəftarla bağlı Ermənistanın Azərbaycana qarşı qaldırdığı iddiaları rədd etdi. Heç şübhəsiz ki, bu kimi cəhdlər dolayısıyla Bakı məhkəmə prosesini pozmaq cəhdindən başqa bir şey deyil və qarşı tərəf bu inadından əl çəkmək istəmir. Bir tərəfdən saxta genosid ətrafına qurulan şou, digər tərəfdən kriminal rejimin sonuncu lideri Samvel Şahramanyanın Qarabağın ləğvi qərarının hüquqi çəkiyə sahib olmadığını vurğulaması, yaxın günlərdə Bakıya qarşı yeni ittihamlar irəli sürəcəyinə dair bəyanatı ondan xəbər verir ki, həm Paşinyan iqtidarı, həm də radikal müxalifətin bir gözü Avropada, Qərbdə, daha dəqiq desək Paris və Brüsseldədir. Onlar ümidlərini Ermənistana göndərilən öldürücü silahlar sayəsində status quo-nun dəyişəcəyinə və yeni müharibənin başlayacağına, yeni gərginliyin yaranacağına bağlayıblar. Bu göstərir ki, onlar yeni müharibəyə hazırlaşırlar. Kim onları yenidən müharibəyə sürükləyir? Fransa və onun prezidenti, onların Ermənistanı təciz etdiyi məhvedici silahlar bizə qarşı yönəlir. Bugün başqa yerdə lazım ola biləcək Caesar haubitsaları Ermənistana göndərilir. Əslində, Avropa İttifaqının kəşfiyyat missiyası olan dırnaqarası Avropa monitoring missiyası gecə-gündüz cəsus kimi sərhədlərimizdə dayanır və baxırlar ki, bəlkə haradan bir yerdən girə bilsinlər. Bizim də həmin dırnaqarası monitoring missiyası barədə kifayət qədər kəşfiyyat məlumatımız var. Əldə olunan görüntülərdən də o anlaşılır ki, casus missiyası fəaliyyətini genişləndirməkdədir. Məsələn, bazar günü düz 27 dəfə gündüz və gecə reydi həyata keçirən Avropalı patrullar iddia edirlər ki, atəşkəsin mütəmadi pozulmasında günahkar Azərbaycandır. Sübut varmı, fakt varmı? Xeyr, yoxdur. Ancaq məqsəd bəllidir və onların bəzilərini Nikol Paşinyan ötən həftə özü şəxsən elan etdi. Sərhəd insidentlərinə və silahlara birgə nəzarət mexanizminin yaradılması. Bu baş tutmazsa, Avropalı müşahidəçilərin NATO missiyasına çevrilməsi üçün hüquqi zəmin hazırlamaq. Aprelin 22-sində casus şəbəkəsinin Gorus rayonunun Xanazax yaşayış məntəqəsi istiqamətindən foto və video çəkilişlər aparması qarşı tərəfin hərbi təxribatları stimullaşdırmağa çalışdığının daha bir açıq ifadəsi sayıla bilər. Ancaq bir şey gün kimi məlumdur. Haylar heç bir halda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi üçün bir daha real təhlükə yarada bilməyəcəklər. ...2023-cü il aprelin 23-də Həkəri çayı üzərində sərhəd buraxılış məntəqəsinin yaradılması ilə Ermənistanla sərhəddə hüquqi və faktiki nəzarət tam şəkildə Azərbaycan dövlətinin ixtiyarına keçdi. Azərbaycan-Ermənistan dövlət sərhədində Həkəri çayının üzərindəki köprünün üstündə fəxarət rəmzimiz olan üstənkli dövlət bayrağımız dalğalanmaqdadır. Bununla da vətən sərhədlərinin bütövlüyü təmin olunmuşdur. Yaşasın Azərbaycan, yaşasın Ali Başkomandan, Qarabağ Azərbaycandır! Suverenlik əbədi bərpa olundu. Bu hadisəyə qədər 44 günlük müharibədə məğlub olduqdan sonra ermənilər bir neçə dəfə ağır hərbi təxribatlara əl atdılar və cavablarını da artıqlaması ilə aldılar. Çünki Prezident İlham Əliyev dəfələrlə vurğulamışdı ki, Azərbaycan öz sərhədlərində tam suveren hüquqlara malik olacaq və bu istiqamətdə heç bir güzəştə getməyəcək. Laçın sərhəd buraxılış məntəqəsi siyasi iradə, qətiyyətli addımlar və diplomatik məharətin nümunəsi kimi yaddaşlara keçdi. Aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq
ərazi bütövlüyümüzü tam bərpa etdik. Və sentyabrın 20-sində dövlət suverenliyini tam bərpa etmişdik. Bununla separatçıların kitabı bağlandı. Artıq separatçılığa yer olmayacaq Azərbaycanda. Azərbaycan dövləti bütün əraziyə bugün nəzarət edir və bunun səbəbkarları bugün bu meydanda dayanan bizim igidlərimizdir və 10 minlərlə Azərbaycan hərbçiləridir. Onların qanı, canı bahasına biz bu qələbəni əldə etmişdik.